Sevgili xanımlar, sevimli bəylər, cümlə Əbülfəz Elçi bəydəndir, məndən deyə belə çıxış edərdim. Bayramınız mübarək olsun. Dünyanın hər yerində olsam, bugün Azərbaycanda olmasam, burada olmasam, çox sıxılıram deyəm orada, indi hamı oradadır. Müsavat orada, hamı orada, Əbülfəz Elçi bəy orada, mən burada deyirəm. Bağrım başladı, bağrım çatlamağa, hökm mən orada olmalıyam. Demək ki, yəni son günlərdə, o günlərdə İsa bəylə bir televiziyada söhbət olanda baxdım ki, yəni baxıram Azərbaycanda da elə bil ki, belə demək ki, elə bil ki, belə sürüş ölülər məzarlıqlardan qalxırlar. Yəni bir türlü diridirlər, amma ölü adamlar, yəni bunlar fikrə sahib olan, ondan sonra dövlətçilik anlayışı, millət anlayışı, vətən anlayışı olmayanlar, görürsən başlayırlar bir sözlər danışırlar, hətta mübarək milli məclisdən belə uşaqlar başlayırlar, sözü bilmir ora nə cür gəlib, kim onu orada oturdub, Əbülfəz Elçi bəyə qarşı, Məhəmməd Əmin bəy Rəsulzadəyə qarşı və heç adam başa düşmüş, sən burada oturduğun birinci səbəb budur ki, bu dövlət var idi, bu məclis var idi, sən gəlibsən bura, səbəbkarlar başqalardır. Hər halda bir şey unutmurlar, yəni bu da görünür ki, əsil millətçiligə, türk millətçiliginə, çağdaş, dünyəvi millətçiligə qarşı bir demək ki, vazkeçilməz bir demək ki, süni bir savaş var, əl çəkmirlər. Yəni deyəsən, niyə əl çəkmirlər? Dərdi nə? Dərdi nədir? Niyə əl çəkmirsiniz bu millətçilikdən? Bunu Türkiyədə də belədir. Türkiyədə də belədir. Beləncə çalışırlar ki, millətçiliyi bir yerlərə dalışar, yerlərə aparsınlar, amma eləyə bilməyəcəklər. Bu günləri Mustafa Kemal Atatürk'ə qarşı, o ideaya, o fikrə qarşı və Azərbaycanda da bu Məhəmməd Əmin bəy Rəsulzadədən, Əbülfəz Elçi bəydən gələn millətçilik, türk millətçiliyə qarşı belə bir əhvalat var. Əbülfəz Elçi bəy sıravi bir adam deyildi. Və ya burada Sayın Arif bəy söylədilər. Yəni bu günləri baxanda görəndə Gürcüstan harda və sonrası Ermənistan harda, vaxt var idi burada, Azərbaycanda. Azərbaycan həm Türk dünyasının, həm Türk dövlətlərin və demək ki, o zamanın qartalı, o zamanın demək ki, Cahar Dudayevi gəlirdi Azərbaycana gecə ilə, Əbülfəz Elçi bəy nə deyirsiniz? Qamza Xortiyə baxırdı, görürdü Əbülfəz Elçi bəy nə deyəcək? Türk dünyası hamı buna baxırdı. Yəni deyir ki, hələ bizdə bir şey yox, pul yox, bir şey yox, kimi də hədələmir, hamı baxır, Əbülfəz Elçi bəy nə deyir? Bu günləri, amma cinə də hər yanda bu məmləkətdən asılıdır, düzdür. Türk dünyasını görəndə, ondan sonra böyük ölkələr, başda Türkiyəmiz olmaq şərti ilə, amma görürsən ki, bir burada bir ruh var, bir ida var, Azərbaycan. Əbülfəz Elçi bəy deyildi, biz Türkiyədə demokrasını da gücləndirdik, Türkiyədə. Yəni, göründü də, Türkiyəni də etkilədi Azərbaycan və Türk dünyasında hər yandan tapıldılar bura demək ki, Türk millətinin, Türk dünyasının o Kəbəyə əmalına çevrildi bura. Əldə hesat yox idi, ordu yox idi, pılı yox idi, düşman gəlib qapını kəsmişdi, çoxu da rusofildi, çox həddindən artıq. Ona görə, amma hamı baxır, görür, Azərbaycan nə deyir? Və Azərbaycanda da bu millət bu günlər görürsən, sıxırları elə boş-boşuna o hərəkata qarşı deyirlər, o hərəkatçılar. Deyirsən, bunun dərdi nə? Ya yaralıdırlar, niyə bu hərəkatçılar bu Soveti dağıtdılar? Yarın bu deyir, Soveti niyə dağıtdılar? Elə biz hamılığan birlik deyirik, bunun Gürcüsü də vardı, bunun Ukraynada da vardı, ondan sonra bunun Baltikanı da vardı, Qazaxıstan da vardı. Heç kəs Soveti istəmirdi. Sənin yaran nədir? Və bu adamlar ki, bu atmacaları atırlar, deyirsən, sənə ki, zərəl eləmədi. Bu bayraq dalğalandı, sənə zərəl eləmədi ki. Bu dövlət qaldı, sənə zərəl eləmədi. Kimidiz? Bir dənə Rus görəndə əyilirdiniz, ondan sonra Rusun əmri ilə qatlanırdınız. Rus nə deyirdi? Çorni-çort deyirdi. Hər nəzə hatta çorni-çort deyirdi sizə. Yəni, belə idi. Və bir dənə KGB-yi də sallamışdı Boğazuzdan, hələ də qutarmaq olmur. O sistemdən hələ də qutarmaq olmur. Və böyücünü də gətirib oturublar, Rusiyada oturdublar. Amma şükürlər olsun ki, bir millət, Ukrayna milləti, millət oldu, dövlət oldu. Və deyirlər, orada 5-6 nəfər qalıbdı. İndi 900 min nəfər ordu Ukraynada. Meydan oxura Rusiya, ay böyük Rusiya, ana Rusiya, ata Rusiya, ona bir şey eləmə olmaz, vallah gələr. Bizim rayonlarda hep danadan saxlayır da, day gəlir da, özü day gəlir, gəlsin. Ona görə də bu günlərdə bəzi məsələlər var ki, deməyi də büzürdür. Heç kəsdən qorxmur, kimsədən çəkinmir. Yəni, Arif bəyə gəlib demək ki, aeroportlar getmə, Arif bəy özəlliklə bir şeylə qorxmaq olmaz. Zindan azadına mən dünəndən bəri fikirləşirəm ki, baxdım, gördüm, yaxşı bir fürsət əl veribdir ki,
Viyanada, özdə bugünkü günlərdə Viyana çox belə mikrofonlar qarşısında, tribunadır belə. Dedim, yaxşıdır, bizdən də biri orada olacaq, ondan başqa dövlətlər gəlir, partiyalar gəlir. Avropa göstərdi ki, Avropadır. Avropa Trump'ı da yerində oturtdu. Trump'ın büyünləri gəlib bir yerə çatıb ki, Meloni ilə baş-başa qoyur. Meloni da durur, ələ salır. Və Zelenski ilə, Zelenski qalib gəldi də sənə. Biz demirik ki, Amerika demokrasisi başqa bir şeydir, güclü başqa bir şeydir. Dünənlər senata baxdınız, senatda respublikansılar çıxır, adam. Deyirsən, tək sənlik deyil, Amerika demokrasisi ayrı bir şeydir. Və demək ki, olmasa da olmaz belə. Amma Avropanı gözüm çıxdıya salmaq, biz o mədəniyyətə bir türlü əvvəldən başlanğıçdan, cumhuriyyətdən o mədəniyyətə hər zaman münasibətimiz xoş olub. Onların da bizə Ermənisi bu dəfə də yığılmışdılar da, Yirəvanda idilər. Amma demək ki, oradan o mənə çox sevdiklərimdən biri Kaya Kalas xanım durdu, Azərbaycana gəldi. O arıq xanım, gözəl. Döyüşür bu xanımın, onun keçmiş həyatına baxasınız, özünə baxasınız. Bu insan döyüşür və o ölkələr də döyüşür. Azərbaycan da bu günləri döyüşüb Azərbaycan. 200 ildən sonra biz qalib gəlmişik. Rusa qalib gəlmişik. Hər nə desələr Rusa qalib gəlmişik 200 ildən sonra. Amma bir şey əskiklik var burada. O da nədir? Biz gərək keçək bu demokratik ölkələrin sırasında dayanaq. Biz onlarla bir yerdə olaq. Ayday Avropa dağılır, Avropa elə deyir. Avropalıların pılı da var, gücü də var, nüvəsi də var, onunla demokrasisi var. Hani Keystaymer, hani dünənləri salamünaleyküm, mən xuda hafiz, mən getdim. Tüy-tüydən də vermədi. Demokrasi başqa bir şeydir. Yəni bu anlayışı hələ qavramaq üçün, yox, kim bilirsən, bizdə Sovetdən də demokratik də seçkilər də, boş-boş danışma. Elə boş-boş danışırlar, nə demokrasi? Demokrasi özün başqa bir şeydir, ayrı bir məsələdir. Demokrasi sandıqdır, demokrasi məclisdir, demokrasi demək ki, seçkidir, demokrasi azad partiyalardır. Azad partiyalardır. Bu günləri müsavat deyəndə, müsavat birisi mən baxanda deyəm, müsavat, ya belə 50-60 dənə partiya ilə Avropada salam əleyki vardır, desəm çox yaxşıdır, əladır. Amma başqa partiyalar Azərbaycanda deyirsən ki, nə olar Azərbaycana gedib qeydiyyatdan keçirsən, amma hara, kimlə salam əleyki var, hara çıxa bilirsən, hansı tribunadan çıxış eləyə bilirsən. Avropada, dünyada belə baxırlar. Biz də arzu edirik ki, Azərbaycanda bu partiyalar, bu media, bu mətbuat və demək ki, yoxsa elə bir günləri bilmirəm, haradan belə bir kimsə nə deyirsə, ayılırlar, Elçi bəyə qarşı. Sizə nə oldu birdən-birə, xəstələndiniz, Covid-dir gəlibdir, nə idi sizə? Amma bunların deməyi ilə, atmacası ilə belə olmaz. Düzdür. Elçi bəyin həyatı dəyişməklə, mən onu həyatımla hiss elədim, gördüm. Çox vaxtlarda deyirlər, bəzi vaxt, yumurtanın hamısını bir səbədə yığmışdıq. Yox, elə deyirdi. Biz bilirdik nə olacaq. Bizim də öz komandamız var idi. Deyirdi, yerimə imza da ata bilərsən, danışa da bilirsən, nə deyirsən. Ona görə, niyə? Mən bir dənə köydən gəlmişəm. Nə məktəbi var idi, nə xastaxanası. Amma deyirdi, sən mənim yerimə gedə bilərsən, təmsil eləyə bilərsən. Onu Güney dedim ona görə. Və həyatının dəyişilməsi ilə Güneyyə qarşı, özəlliklə bu son illərdə biz Tehran cinayətkar adamıyan rejim ara deyildi, bu əclaf, bunlar demək ki, bu mallacığazlar. Əlbəz Elçi bəy deyil. Bilirdi, bunlar cinayətkardılar, bunlar adamıyandılar. Hər gün bir rejim ki, bir ölkə ki, bir rejim ki, hər gün adam asır. Və çoxu da Azərbaycanlı, Türk hər günü bu gündə. Adam asırsa deyirsən ki, bunlar adam asırlar, bunlar adam öldürürlər. Və bunlarla biz bir yerdə görünməyimiz belə təhlükəli bir şeydir. Heç kəs də Azərbaycana tapşırıq verə bilməz. O günləri bu xanım bayaq da söylədi, Meloni xanım dedi, İtaliya kimsəyə əyilməz, kimsəyə də yalvarmaz. Biz də Azərbaycanda da nə kimsəyə yalvarmaz, bu harınlamış erməniləri bizim millətimiz, bizim ordumuz. Gör nə quş həddinə gətirdi. İndi çıxıb deyirlər ki, biz arsaq demişik, üzr istəyirik. Biz demək ki, qondarma soyqıran bizim sözümüz dəyirdi, başqa yerdən gəlmişdi. Hər halda, İndi biz bir Güneyli olaraq, biz inanırıq hələ, bu yol, bu iddia gedir, inanırıq. Bu günləri deyirlər, Güney susubdur, Güney, tutubsan başı dəbərənlərin hamısını basırlar zindanlara. Yer üstündə qalmamışdı, daşın üstündə qalmamışdı, Amerika vurdu, məhv elədi. Amerika qalib gəlib, məhv eləyibdi, İsrail qalib gəlib, məhv eləyibdi. Amma zindandan bizimkiləri buraxmadılar, apardılar, bizim demək ki, Lisani bəyi qum yolunda bir yerdə gizlətdilər. Bunlar demək ki, deyirsən, və burada Bakıda bir də deyir ki, bizim prezidentimiz orada. Sənin nə prezidentin? Adam Təhlükəsizlik Şurasının rəisidir. Rəisidir o rejimdə. O rejimdə imza atır hər şeyə. Hər şey o rejimi saxlayır, o dövlətə, o İrançılığa hizmət verir. Biz Azərbaycan dövlətinə, Azərbaycan dövlətçiliyinə, Türk dövlətçiliyinə hizmət veririk.
40 sənədə ömrümüzü qoymuşuq bu yolda, peşman da deyirik. Yine də bu yolu gedərik. Rəsulzadəni tanıyırıq, Elçibəyi tanıyırıq və Mustafa Kemal Atatürk'ü tanıyırıq biz. Ona görə yolumuz da bəllidir və bu günlərdə dünya gəlib bura çatıbdır. Sinifçilikdən, kommunistlikdən, ondan sonra başqa didişmələrdən axır gəlibdir bu milli dövlətlər. Milli demokratiya, milli dövlətlər. Olmasa olmaz. Və biz güneydə bu günlər nə qədər desələr bu yol davam edir. Deyirlər Azərbaycanın güneyində hər şey bilir. Görmürsən, Təbriz zəncir vurur, qılınc vurur başına. Təbriz aday demək ki, gecələr çıxır rejimin dəstəyi ilə deyir. Elə söhbət yoxdur. Tutubsan demək ki, ağacı bağlayıb daşı açıbsan. Adamı bağlayıb iti açıbsan. Bundan milləti bağlayıbsan Azərbaycanın güneyində yüz minlərcə gənci. O ki deyir, haray mən Türkəm, onu indi də hələ sıxıb sıxışdırırsan, öldürürsən. Ona görə də Elçibəy yolu davam edir. Rəsulzadə yolu davam edir. Məhəmməd Əmin bəy Rəsulzadə, Əbülfəz Elçibəy deyirdi hər zaman, o dəryadır. Və bu hərəkatın özü, Musavatın simasında, Musavat önündə Sayın İsa bəyin izni ilə mən söylədim, təkcə bir partiya deyil, bir idadır. Musavatçılı bir idadır. Bu dünyada qəbul olunur. Burada demək, o günləri Arif bəy çıxışların birində deyir, biz dünyəvi dövlətin qurucusuyuq və qoyucusuyuq, dünyəvi dövlət. Biz dünyəvisiyik. Demokratik, cumhuriyyətçilik, parlament. Parlament deyəndə çıxdı bir nəfər var, indi adını da demirəm. Tanınmış adamlardandır. Özünə görə də bir hörməti var respublikada. Dedi, 90% burada oturanlar heç satdılar. Çıxdılar, məclisdə onu daşlayırdılar. Amma düz söz demişdi. Hər halda. Bu günləri bayram günüdür. Düzdür, biz çətinlik çəkdik. Əbülfəz Elçibəy həyatını dəyişəndə. Gerçi bir anam həyatını dəyişəndə biraz ağladım. Bir də Əbülfəz Elçibəy həyatını dəyişəndə. Sübala qaranlıqdan həyatını dəyişəndə yerdə xanım gəlib girəndə otağa dedi, gecə saat 5 idi, dedi, bildin nə oldu dedim, eşitdim. Bildim. Ecevit'in səsini eşitdim, dedi ki, o Türk dünyasının aşığı idi. Ecevit'in səsini eşidəndə dedi, bildim nə olub, deyir, artıq lazımdır. Bizim həyatımızda çox belə, ondan sonra da çox ağır, belə çox, belə də nə deyirsin, təhqir edici dövrlər başladı. Amma bizə əyilmədik, heç vaxt əyilməmiş. Heç vaxtda. Aynen şaiyələr, təhqirlər, ay biri çıxır, ay MİT-in adamıdır, biri çıxır KGB-nin adamıdır, biri deyir, elə deyir, məmləkəti parçalamaq olmaz, idanı parçalamaq olmaz. Bu yol bəllidir. Bayramımız qutlu olsun. Ona görə də nə qədər çətin olsa da, elə bizi də uşaqlarımız 39 dərəcə qızdırma ilə ölüm halında olanda o aeroportda o uçaqdan çəkiblər aşağı. Uşaqlarımız ölürdü, xanım var, çəkdilər aşağı. Nə vardı? Əlimizdə bir 40 dənə qəzet vardı. Orada Xiyabani, Əbülfəz Elçibəy qəzet. Elə görün nə aparır Avropaya. Bu şeylərdən Sayın Arif bəy çox görmüşük. Geçmiş olsun. Yaxşı olacaq, uğurlar olsun. Təşəkkür edirəm. Var olasınız.